İstehsal məsrəfləri, yəni məsrəf deyəndə ümumiyyətlə biz xərci nəzərdə tuturuq. Məsrəf sadəcə ümumi bir ad olaraq götürülür. Ehtiyatın emal məsrəflərindən birbaşa əmək haqqı xərcləri kimi məhsul vaidinə birbaşa aid edilən xərclər daxildir. Yəni nə deməkdir? Ümumiyyətlə, istehsal məsrəfləri o deməkdir ki, istehsala çəkilən bütün xərclər istehsal məsrəfləri gedir. İstehsal məsrəfləri iki, iki növdə olur. Sabit ümumi istehsal məsrəfləri, bir də dəyişən. Yəni sabit xərc, dəyişən xərc. Yəni özü də belə ümumi istehsal məsrəfləri sizi yorursa, sabit xərc, dəyişən xərc. Bunu belə yadda saxlayın. Aydındır gənclər. Bəli. Sabit xərc, dəyişən xərc nə deməkdir? Sabit xərc odur ki, məhsulun istehsalı prosesində dolayı xərclər və istehsalın həcmindən asılı olmayaraq nisbətən sabit qalır. Yəni bu nə deməkdir? Sabit xərc nədir? Bax, amortizasiya xərcləri, sığortavın xərcləri, digər bütün sənin bu xərclərin, avadanlıqlara çəkdiyin xərclər sənin sabit xərclərindir. Bunlar dəyişməyən xərclərdir. Sənin amortizasiya 50 minlik amortizasiya bölməsinin dərsində inşallah bunu da öyrənəcəyik ki, bu nədir? Amortizasiya nə deməkdir? Amortizasiya qısaca olaraq məlumat vermişəm, təkrar keçirəm. Məsələn, 50 Maddi minlik aktivlərin zamanı avadanlıq dəyişən almısan, məsələ. bəli, 50 minlik avadanlıq almısan, 50 minlik avadanlığı sən birbaşa xərcə daxil eləmək istəmirsən. Müəyyən edirsən ki, bu 50 minlik avadanlığı mən 5 ay ərzində amortizasiyaya verirəm və 5 ay müəyyən edirsən ki, hər ay 10 min manat sənə xərc kimi bunu tanıyacaqsan. 10 min manat dəyişir. Yox. Bitdi, sabit xərcdir. Bəli. Sabit xərc. Gəldik dəyişən xərcə. Dəyişən xərc nə deməkdir? Dəyişən xərc odur ki, məsələn, sən bu gün 10 min ədəd konserva istehsal eləməlisən. Sən qarğıdalı konservası istehsal eləməlisən. 10 min ədəd üçün nəzərdə tutmusan ki, sən 1000 manatlıq işıq yandıracaqsan. Amma sən bunu 100 min eləsən, sən 10 min manatlıq işıq yandıracaqsan. Razısınız məndən? Bəli. Dəyişdi xərcimiz. Bəli, bəli. Tamam. Bəli. Bir. İkinci, plus 10 min manatlıq xam malın istehsal xərci üçün. Məsələn, sən 10 min manatlıq qarğıdalı konservi istehsal edirsənsə, nəzərdə tutmusan ki, sən 3 min manatlıq xam mal alacaqsan. Sən 100 min manatsın, gərək 30 min manatlıq xam mal alasan. Deməli, istehsalın həcmindən asılı olaraq sənin bütün xərclərin dəyişir. Bütün xərc deyəndə, yəni dəyişən xərclərin dəyişir. Yəni ki, sənin maya dəyərin, alış həcmin dəyişir. Razısınız? Bəli. 10 min mal istehsal edirsənsə, 3 min manatlıq mal almalısan. 100 min manatlıq mal istehsal edirsənsə, sən 30 min manatlıq 30 mal minlik. almalısan. Deməli, sənin məhsulun istehsalının həcminə görə sənin xərcin birbaşa dəyişir. Plus, sənin 10 min manatlıq sərf elədiyin enerji dəyərindən 100 min manatlıq məhsulun istehsalı üçün sərf elədiyin enerji dəyəri eyni deyil. Və yaxud qaz xərci eyni deyil. Və yaxud su xərci eyni deyil. Aydındır? Bəli. Amma sənin bu ambarı icarəyə götürmüsən. 10 min manatlıq malı saxlamaq üçün də sənin verdiyin icarə haqqı 1000 manatdır. 100 min manatlıq malı saxlamaq üçün də sənin verdiyin icarə haqqı 1000 manatdır. Yəni sənin istehsal həcmindən Dəyişməyən. olmayaraq sənin icarə haqqın dəyişmir. Bəli. Deməli, icarə haqqı burada olur sabit xərc. Amma sənin maya dəyərin, yəni alındığın istifadə məhsul ki, istifadə edirsən bu istehsalda, bu dəyişir. Bu dəyişən xərcdir. Aydındır? Bəli. Yəni biri fix olunandır, biri variable'dır. Okey. Bax bir dənə nümunə kimi bir məsələ yazaq. Məsələn, kitabda yazır ki, A müəssisəsinin 2009-cu il üçün illik normal istehsal həcmi
Normal istehsal həcmi. Nəzərdə tutulub ki, 144 min ədəd. Hər hansı bir şey istehsal eləyir. Qələm istehsal eləyir. Və nəzərdə tutub ki, bu bir il ərzində 144 min dənə istehsal eləyəcək bundan. Okey? Bəli. Bu bir aya nə qədər düşür? 12'ni bölü 144 minə. 12 min. 12 min. 12 min düşür. 13. Bu da olur 12 min ədəd. Sonra yazıb ki, müəssisənin aylıq sabit istehsal xərcləri 15 min AZN-dir. Aylıq sabit istehsal xərci 15 min 15 min AZN-dir. Hər bir məhsula 1 manat 25 qəpik sabit istehsal xərci düşür. Bunu da necə tapırıq? Məhsul üzrə yazırıq. Hər bir məhsula düşən sabit istehsal xərci. Nə deməkdir uşaqlar? Sən sabit xərclər biz qeyd eləmişdik. Düzdürmü? Bəli. Yəni müəyyən edirsən ki, sənin bir ay ərzində 15 min manat sabit xərcin var. Bu məhsulun istehsal eləmək üçün 15 min. Buna icarə haqqı, amortizasiya, hər nəsə də 15 min manat xərcin var bir ay ərzində. 15 mini 12 minə bölürük də yəqin. Bəli, sən 15 mini bölməlisən 12 minə. Ki, bir məhsula düşən sabit istehsal xərcini, yəni sabit xərcini biləsən. Aydındırmı? Bəli. Bu da 1 manat 25 qəpik. Yəni bir məhsula 1 manat 25 qəpik sən maya dəyəri çıxardırsan. Sabit maya dəyəri çıxardırsan. Aydın oldu? Bəli. Gördünüz sabit xərci necə tapdıq? Bəli. Birinci sabit xərci tapmaq üçün nə etdik? Aylıq istehsal həcmini tapdıq. Tapdıq. Bəli, bəli tapdıq. Sonra aylıq sabit istehsal xərcimiz 15 min 15 min. elədik. Yəni birinci tapdıq ki, biz bir ay ərzində 12 min dənə qələm istehsal eləyirik. Bu 12 min dənə qələmi istehsal eləmək üçün bizə aylıq sabit 15 min manat xərcimiz var və bir məhsulun istehsalına çəkilən sabit xərc 1 manat 25 qəpikdir. Bu müəyyəndir. Okey? Bəli. İndi davam edirik. Deməli yazıb ki, 01 mart 31 mart tarixlərində 01-31 mart 2009-cu il tarixlərində müəyyən səbəblərə görə, yəni müəyyən bir səbəb baş verib 10 min yox, 12 min yox, 10 min ədəd istehsal olunub. Yəni bir ayda 12 min istehsal olunmalıydısa 10 min istehsal olunur. Bu force major vəziyyəti başa düşə bilərik ki, ola bilər ki, istehsal edən maşın 2 gün işləməyib və buna görə 2000 sən daha az istehsal eləmisən. Və yaxud elektrik enerjisi bir həftə olmayıb, buna görə sən 2000 daha az istehsal eləmisən bir ay ərzində. Ola bilər də bu force major vəziyyətdir, yəni baş verə biləcək prosesdir. Deməli, bunda sənin sabit xərcin dəyişir. Necə müəyyən edirik sabit xərci? 10 minə bölürük də onu. Bəli, 10 mini bölürük. Üzr istəyirəm, 15 mini 10 minə bölürük. Burada 150. müəyyən olunur ki, 1 manat 50 qəpik sənin artıq sabit xərcin formalaşır. Yəni sənin sabit xərcin dəyişdi də, düzdürmü? Bəli. Bu da aydındır. Yəni uşaqlar, bunu bir dənə yadda saxlayın. Burada nə qədər fərq yarandı? 25 qəpik.
Bu 25 qəpiyi sən maya dəyəri kimi tanıya bilməzsən. Hı. Xərc kimi tanıyırsan. Tutar. Şey, Sənin 10 min ədəd istehsal eləməyin sabit xərcini dəyişdi. Bəli. Bəli. Y- Yox, yox, yox. 10 min Aylıq yox. sabit Dəyişmir xərcini axı. dəyişməz ki, qardaş. Mən nə Yo, demişəm? yo, 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 yo. 15 min. Yox, yox. 15 Dəyişmir. min manat. Yəni sən müəyyən Bəli, eləmisən bəli. il Dəyişmir. ərzində 15 min manat aylıq sənin sabit xərcin var. Və Bəli. aylıq 12 min dənə istehsal eləməlisən. Düzdürmü? Və Bəli. bunun Bəli, bəli, maya bəli. dəyəri formalaşdırmısan ki, hər məhsulun maya dəyəri 1 manat 25 qəpikdir. Yəni sən bu Aha. qələmi 1 manat 25 qəpik istehsal edirsən. 1 manat 25 qəpik istehsal elədiyini nəzərə alıb merkap eləyirsən və merkapda müəyyən eləyirsən ki, bu 1 manat 25 qəpiyə mən istehsal edirəmsə, bunu mən 2 manat 50 qəpiyə satmaq istəyirəm. Onu özün təyin edirsən. Yəni marjavı özün müəyyən edirsən ki, mən burada nə qədər 1 manat 10 köpə ziyana da satmaq olmaz əslində. Yəni 10 köpük də qazana bilərsən, 50 qəpik də qazana bilərsən, 2 qat da qazana bilərsən. Bu sənin özün qiymət strategiya və əsasən dəyişir. Amma sən axı müəyyən eləmirsən bir il ərzində 144 min dənə istehsal eləməlisən. Bəli. Amma sənin burada 2000 dənə az olub. Düzdürmü? Olur nə qədər? Bəli. 42 min. Və bunun üçün sən müəyyən eləmirsən ki, aylıq 15 min rasxodun var. İstehsal dəyərin var və bu illik o 180 min manatdır. Aydındır? Və müəyyən Bəli. edirsən ki, sənin 180 min manatıva görə sənin bir dənə maya dəyərin düşür 1 manat 28 qəpiyə. Amma bu belə olmalı deyil. Bu olmalı 1 manat 25 qəpik. Hı -hı. Aydındır. Burada yaranan 25 qəpik fərqi xərc kimi tanıyırsan. Yəni 2000-i Kəskin. 25 qəpiyə yazırsan ki, hər hansı bir xərc. Aydındır. Aydın oldu. Verirsən xərc. Bəli, bəli. Yəni sənin sabit xərcin dəyişmir. Sabit xərcin standart kimi qalır. Hətta mən bunu sizə bir ikili münasibət çoxluğunda necə yazılır elə də göstərim. İstehsal məsrəfləri. Bu əsasən istehsal məsrəfləri gedir. Maliyyə vəziyyəti haqqında. Hesabatda xərc, mənfəət, zərər haqqında hesabatda. Bir də burada deməli kassaya və yaxud banka, yəni nə şəkildə istəyirsən elə də yaz. Siz öhdəlik kimi yazın. Yəni bu sizin hazırladığınız sistem özü də yəni debet belə yazaq da kredit. Və istehsal məsrəfin nə qədər oldu? 10 min dənə istehsal elədin. Bəli. 10 min dənə istehsala görə istehsal məsrəfi nə qədər olur? 1.25. Toplam 15 min. 12.500 lazım. Uşaqlar, bax yenə özünüzü çaşdırırsınız. Bax 15 min manat deyil. Əziz qardaşlar, sən bir ay ərzində 10 min dənə istehsal eləmisən. Və birinin də maya dəyəri 1 manat 25 qəpikdir. Nə qədər maya dəyərin var? 12.500. Yox, istehsal məsrəfin 12.500. Aydındır. Bəli, bəli, bəli. Amma sənin xərcin nə qədərdir? Bir ay ərzində. Nə qədərdir? O Yazın. 15 min də 15 min. Standart 15 min, 15 min. Bəli, 15 min. Nə qədər fərq yarandı 15 arada? min. 2500. Yox, o nə 15. Siz riyaziyyatı bilmirsiniz, yoxsa mənim 2-5. kimim yorğunsunuz? 2500. 2500 manat xərc kimi tanı. Hə, dedim axı 12.500. Bəli. 2500 manatı da xərc kimi tanıyırsan. Yəni bu sənin istehsal məsrəfi və aidiyyatı yoxdur. Aydındır? Bəli. Bitdi. Sən 15 min manat borclanırsan, öhdəliyin yaranır və yaxud indi hər nə şəkildə də bunu kredit olur. 12.500 manatlıq istehsalım var, 2500 manatlıq da xərcim var. Yəni, toplamda bunlar 15 min manat. Bunlar həmişə sıfır olmalıdır uşaqlar. Başa düşdünüz nə demək istəyirəm? Bunlar həmişə sıfır olmalı. Bəli, bəli. Yəni bu belə bir şeydir. Bax belə yadda saxlayın.
Belə bir düşmədim. 15.000 çıx 15.000 çıx 12.500. Hə, başa düşdüm. Yəni üzr istəyirəm. Burada 12.500, 2.500, 15.000. Yəni bunların arasında fərq 0 olmalıdır. Uzun sözün qısası. 15.000-dən bunları çıxanda, yəni kreditdən debeti çıxanda 0 olmalıdır. Aydındır? Bəli. Yəni mümkün deyil ki, bunların arasında 1 manat fərq versin. Ola bilməz. Aydındır? Bəli. Sual var. Xeyr. Sual var. Evet, Məndə evet. yox. Bir dənə də məsələ həll eləyək. Bu daha biraz geniş məsələdir uşaqlar. Bunu biraz yer soxacaq. Ciddi yanaşaq. Deməli, məsələdə nə yazır? A müəssisəsi may ayı 2009-cu ildə e, bunu nə oldu? Müəssisəsi. Aha, nəysə. Ha şirkəti. Ben burada yorulmuşam. Ha şirkəti. Hiç olmur da. Ha? May 2009-cu ildə 2009-cu ildə aşağıdakı məhsulları istehsal etmişdir və məhsulların nisbi satış dəyəri aşağıdakı kimidir. Məhsullar müəssisənin maksimum istehsal gücü nisbətində istehsal olunur. Okey. Deyir ki, A şirkəti may ayı 2029-cu ildə belə yadda saxlayın. Bu məhsulları istehsal edeyim. Deməli, bir dənə burada nə yazıb? Belə də verib məsələni. Məhsullar, ədəd, satış qiyməti, azin və cəmi satış. Və nə yazıb? X, Y, Z. X, Y, Z. Məhsulların adları bunlardır. Uşaqlar. X, Y, Z adlı məhsullar istehsal edeyim. Buraya özünüz nə istəyirsiniz qoya bilərsiniz. Toyuq, nə bilim, qoyun. Nəsə də bir şey istehsal edib də. Bu qələm istehsal edib, kitab istehsal edib, dəftər istehsal edib. X, Y, Z. Və yazıb ki, X məhsulundan 10.000 ədəd, Y məhsulundan 20.000 ədəd, Z məhsulundan 30.000 ədəd istehsal edib. Bayaqda saxlayım, normalda çotda bunu Excel-də belə yazmaq daha yaxşıdır. Və satış qiyməti 3 manat, 4 manat və 5 manat olaraq, 6 manat olaraq müəyyən olunur. Yəni, X məhsulunun satış qiyməti 3 manat, Y məhsulunun satış qiyməti 4 manat, Z məhsulunun satış qiyməti 6 manat olaraq müəyyən olunur. Aydındır? Bəli. İndi nə deyir? Burada cəmi satışımız nə qədərdir? 10.000 vurulsun 3 azin. 30.000. Bəli. Burada cəmi satışımız, 80.000. burada da 180.000. O içində də 180.000. Bəli. Cəmi satışımız nə qədərdir uşaqlar? 290. Mən niyə belə yazdım? 290.000 lazım. 290.000 azin. 290.000. Burada məsələdə səhv yazıb. Məsələdə, uşaqlar, bir dənə şey səhv yazmışıq. Məsələ səhv eləməyib. Burada 15.000 dənədir. 200.000. Okey. Mən də elə bildim, məsələ cəmi 200.000 hesablayıb məsələdə. Baxıram ki, ya bu səhv hesablayıb, ya biz nəyisə səhv yazmışıq. Bu 15.000. Z məhsulundan 15.000 ədəd. Aydındır. Bəli. Deməli, müəyyən oldu ki, cəmi bu qədər azenlik məhsul satış edib. Bu məsələdir. İndi nə deyir? Yazır ki, may 2009-cu ildə istehsal ediləcək məhsulun üzərinə bölüşdürüləcək və sabit dəyişkən istehsal xərclərinin məbləği 65.000 manatdır.
Yəni yazır ki, ümumi bu qədər malı istehsal eləmək üçün yəni bu qədər malı nə qədərdir? 45 min. Aha. Və deyir ki, bu 45 min malı istehsal eləmək üçün sən cəmi 65 min manat xərc çəkib. Yazırıq bura çəkilən cəmi xərc 65 min AZN. Cəmi xərc çəkilən cəmi xərc o da nə idi ki? Yəni sabit dəyişkən hamısı içində 65 min manat xərc çəkib. Okay? Bəli. Yəni burada ayırmır. Sabit bu qədər çəkmişəm, dəyişkən bu qədər çəkmişəm. Və deyir ki, bölüşdürmə açarı kimi nisbi satış dəyərini istifadə edərək məhsullarda xüsusi çəkini hesablayın. Yəni deyir ki, bir məhsulun ədəd başına düşən xərci nə qədər? İndi gəlin bu sualın içindən çıxaq. Bu sualın içindən çıxmaq üçün axı burada 3 məhsul istehsal eləmişik. Hər məhsulun bir satış qiyməti var və o deməkdir ki, bu hər məhsulun ayrı çəkilən xərci var. Bunlara sən standart deyə bilməzsən. Nə Xeyr. qədər? 45 min, 65 bölü 45 bu qədər maya dəyəri. O Deyəməz. satış qiymətləri fərqlidir, yoxsa ədədi fərqlidir? Satış Məhsul qiymətləri o fərqlidir deyə. məhsul. Hə. Məhsul. 3 dənə fərqli məhsul istehsal edirsən axı. Kitabla qələmin maya dəyəri eyni ola bilər ki. Xeyr. Xeyr. 3 dənə ayrı məhsul istehsal elədiyinə görə avtomatik sən bunları nisbət olaraq tapmalısan. Yəni satış qiymətinə görə dəyişir də bu. Belə çıxır. Yox, məhsulun müxtəlifliyinə görə. Məhsul özü fərqlidir. Hə, bildim. Məhsulun müxtəlifliyinə görə bu dəyişir. Necə həll edirik bunu? Deməli uşaqlar, birinci hər məhsula düşən payı tapmalıyıq. Aydındır. Yəni bu nə deməkdir? Sən ümumi 200 min xərc eləmisən. Düzdürmü? Satış eləmisən, üzr istəyirəm. Yazır bura X məhsulu. X yazaq da, yəni özümü çaşdırmayaq. Ya da ki məhsulu. X məhsulu tamam. Bunun faizini tapmalıyıq. Bunun faizini tapmaq üçün də nə edirik? Birinci belə şey yazaq ki 200 min. Deməli burada birinci nə qədər məhsul istehsal eləmişik? Çəkilən xərc aylıq xərc idi 65 min. 30 min. Bəli. Çəkilən, yəni may ayından söhbət gedir də. May Hə. ayından söhbət gedir ki, Onda ayda bu qədər məhsul üçün 200 min manat satış üçün, 200 min manat satış üçün 65 min xərc eləmişəm. Yəni hə. 135 min manat qazanıb da, yəni başa düşdünüz nə deməkdir? 200 min satış edib, bu satışın 65 min xərci var. Mənə sual verir, müdiriyyət sənə sual verir ki, get tap görüm. Bir dənə mənim məhsullarımın maya dəyəri nə qədər? Sən bunu gedib 65 mini bölüb 45 min saya bölüb maya dəyəri çıxarsan düzgün nəticə verməyəcək. Sən ortalama bir şey çıxaracaqsan. Amma bunları tək-tək tapmalısan. Çünki sənə deyir ki, qələmin maya dəyərini tap. Necə tapasan? Məcbursan ki, oradakı faiz nisbətini tapasan. Aydındır uşaqlar. Bunun üçün nə edirsən? Bunun üçün bir dənə, deməli 30 mini bölürsən 200 minə. Vurursan 100'ə. Pişiyim orada eləyir. 30 min bölək 200 min izah edəcəm hər şeyi. Olsun 100. 15. Yəni uşaqlar bu nə deməkdir? Bu qədər satışın içində bu qazanc neçə faizdir? 15. 15% X məhsuldan gəlirimiz var. Yəni 200 minin içində X məhsulunun verdiyi gəlir 15%'dir. Bəli. Aydındır. Bəli. Yəni riyaziyyatda nisbət düsturu var ki, adı nisbət düsturunda necə müəyyən olunur? Sənin ümumi satışın 200 min manat bərabərdir 100%-ə. Sənin 30 min manatın X faizdir. Bu düstur mənim ən böyük köməkçimdir. Yəni burada da X-in qarşısında olan rəqəm 200 min gəlir aşağı, 30 mini də vururuq 100'ə. Yəni
Belə də eləyə bilərik, amma Excel-də bu formada hesablanır. Yəni bu formada. Düstur bu formadadır. Ya bu düstur yadca gəlirlər Ən riyaziyyat. rahat yol oldu. Dəftərdə olan rahat yoldur. Ən azı. Riyaziyyatdan bu düstur yadınızdadır sizin. Bəli, bəli. Demək Bəli. nisbət düsturudur. Ona görə də bunu Excel-də bu formada hesablayırıq. Hesablayırıq və nəticə verir ki, 15% bizim A məhsul, X məhsulumuz 15%dir. Gəldi Y məhsuluna. Və burayla bildiyimiz olduğuna görə, məsələni başa düşdüyümüzə görə hamısını rahat şəkildə yazaq. 80.000 bölünsün, yenə eyni qaydada gedirik uşaqlar. 200.000 vurulsun 100%. Sadəcə burada dəyişən satışdır. Yəni Rəqəmlər. cəmlədə satış olunub. Bəli. Burada 90.000 bölünsün 200.000 vurulsun 100%. İndi bunu 80.000-i deməli yenə eyni qaydada 80.000 bölünsün 200.000 vurulsun 100%. Və eyni qaydada da gedirik. Bərabərdir. 90.000 Olsa yəqin 45% idi. bəli, 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 bəli. Düzgün yanaşmadır. Arazın riyaziyyatı işə düşdü. 100%. Bu da olur 45%. Bu da olur 45%. Hani 15, 40, 45% bunların dərəcələridir. Yəni bu 200.000 100%-dirsə bunun içində o X məhsulu 30.000 manat satış olunub 30.000 manatlıq. Bu 15% təşkil edir. Başa düşdü? Bəli. Y məhsulu 40%-dir, qazanc verib sənə. Z məhsulu 45% qazanc verib sənə. Bu görə paylanmadır. Paylanır. Bilirsən ki, sən bu 200.000-dən nə qədər X məhsulun qazanmısan, neçə faiz qazanmalısan. Çünki sən bu xərci tapmalısan ki, bu 15%-ə əsasən sən indi xərci tapacaqsan ki, X məhsuluna nə qədər pulun çıxıb. Aydındır gənclər? Bəli. Əlasız. İndi gedirik bunu bu düsturu tərsinə qurmağa. Necə qururuq? Yenə eyni qaydada. Yenə eyni qaydada yazırıq bura məhsulu. Okay. Deməli uşaqlar, bizim çəkilən ümumi xərcimiz nə qədər idi? 65.000 manat. 65. Məndən. Biz üçün daha belə rahat olsun. Məhsullar çəkilən ümumi xərc. Məsrəf, xərc eynidir. Yəni bunu qarışdırmayın ha öz-özdə. Deməli, cəmi satış içindəki çəkisi. Nə deməkdir? İzah edirəm sizə. Cəmi satış içindəki çəkisi o deməkdir ki, bayaq bizim tapdığımız faizlər X məhsulu cəmi satışın içində çəkisi nə qədər idi? 15%. Bu nə qədər idi? 40%. Bu nə qədər idi? 45%. Razısınız mı? Bəli. Bununla belə sizin istəyirsinizsə yanına faizə qoyun ki, belə lap evdə baxanda sizə çətin olmasın ki, bu rəqəmlər bu rəqəmlər hardan gəldi? Və davam edirik. Burada deyir ki, məhsulun görə xərcin paylanması. Deməli, başlıq yazıb məhsula görə xərcin paylanması. Yəni məhsul başına düşən xərc nə qədər olur? Bizdən istədiyi şey 65.000 15%-ni, 40-45%-ni tapırıq. bəli. Bəli, düzgün yanaşmadır. Ki bu sualı başa düşdünüz. Deməli gənclər, biz buranı tapmalıyıq. Razısınız məndən? Bəli. Mükəmməl. Neçə min dənə bundan biz satış eləmişik, istehsal eləmişik? 10.000 dənə. Bundan nə qədər? 20.000 dənə. Bundan nə qədər? 15.000 dənə. Razısınız? Bəli. Tamam. İndi biz nə etməliyik burada? 65.000 100%-dirsə 15%-ni tapırıq. bəli. Buna da müraciət edirik yenə eyni qaydada nisbət düsturuna. Nisbət düsturuna da əsasən 65.000-i
Aa, 15 vur 100 bölü 65 min. 15 yox, əslində o biraz şey getdi. Faizi vurdum. Faizi vurmaya ehtiyac yoxdur. Yəni 65-i vuraq 15-ə. Özünüzü səhv etməyim mən. Hə. Bəli. Bölü 100. Çalışın Excel-də bunu hesablayanda həmişə bu tərzdə hesablayın. Həmişə. Bu düzgün getsin. Bu nə oldu? Dəqiqə 15 vur 100, 65 min vur 100. Üzr istəyirəm, böl 100. Deyirəm mən nəsə düz keçir. Böl 100. 9750 manat. Bu düsturu yəni eyni qaydada 65 min bu eyni qaydada hesablayırıq. Vurulsun 40-a, bölünsün 100-ə. Yəni eyni qaydada 65 min vurulsun 15 45-ə, koy 15. 45'e. bölünsün 100-ə. Deməli, bunların X məhsulunun xərci, üzr istəyirəm, satışı 9750 manat olub. Üzr istəyirəm, xərci. Yəni bir məhsulda pay nə qədərdir? Xərc payı nə qədərdir bunlar? 65 min. 65 min ümumi. Bəli, bəli. Yəni sən X məhsulundan 30 min satışdan 9750 azin xərc eləmsən. 80 min satış Y məhsulundan 26 min manat xərc eləmsən. Z məhsulundan 90 min manat satışdan 29 min manat 200 manat xərc eləmsən. Aydındır gənclər? Böyle 29.250 diye orada. Hə, üzr istəyirəm, olsun əldə. Diqqətlisən, yox, yaxşı, düzəldin. Hə. İndi ədəd Eyvallah. başına xərci tapmaq lazımdır. Bunun üçün də 9750-ni bölürük 10. Yəni bunun başa gəlmə dəyəri bir ədədi bu dəyərlərə başa gəlir. Yəni 98 yuvarlaqlaşdırmaq eləməyək. Da belə yazaq. 97 qəpik, 98 qəpiyə bu X məhsulu başa gəlir bir ədədi. Y məhsulu 1 manat 30 qəpiyə başa gəlir. Z məhsulu da 1 manat 95 qəpiyə. Sən artıq rahat bir şəkildə gedib sahibkara göstərə bilərsən ki, mənim maya dəyərim budur. Aydındır? Böyle. Sual var bununla bağlı. Xeyr. Xeyr.